Başlayan Pesim ve Dostlar kanalına hoş geldiniz. Dostlar, bu günler sizlerle beraber anket açmıştım. Yaş çarxını çox adam istədi. Ona görə də yaş çarxı videosu çəkirik bu günləri dostlar. Bu arada ən birinci yaş çarxımızı fırlayacağıq. Gələn yaşa görə ChatGPT-dən bir adam soruşacağıq, bir oyuncu soruşacağıq. Onun dediyi oyuncunu alacağıq. Ondan sonra da belə bir kadro qurub, ondan sonra da oynayacağıq. Yeləkləri mövcud almırıq. Təbii ki, onlar onsuz da sonradan oyuna girməyəcək. Keçək çarxımıza. Və dostlar, gəldik. Yaş çarxımızı çevirdik. Bir yaxşı çarx sayılmır dostlar. Təzən çarxımızı çeviririk. Neçə yaş gələcək? Bu arada ChatGPT-dən soruşacağıq. Yaşlı gəlmir, orta yaş gəlir. Orta yaşda deyil, gəncdir hələ. 25 yaşında olan bir aktiv futbolçumuz. 25 yaşında olan aktiv futbolçumuz gələk ChatGPT-dən soruşacaq. Kimi desə onu alacaq. Dostlar, da belə fikirləşdim. Mən də bu arada sırayla gələcəyik. Məsələn, qapçı falan elə. Pozisyon. Qapçılarda 25 yaşlı varsa, həmin o qapçını alacağıq. Görə indi 25 yaşlı varsa onu alaq, yoxsa gedək ChatGPT-dən soruşaq. Məsələn, Uğurcan 29-dur. Mert 36'dır, onu bildik. Mert olmaz. 36'dır. Günay 35'dir. 34'ymüş ya Günay. Ne kadar cansıdır. 2 ildən açaq. 42 oyun oynamışam ya Günayla. Dimitriyevski. Məncə yüksək olar. 29-28 olar. 32 nə də? Dimitriyevski 32 olmaz axı. ...25 yaşlı qapçı axtarırıq. 33 Rulli nətər 33. Mənə elə gəlir Unai Simon 25-26'dır. 28 nədir ya? Gedək soruşaq, görək ChatGPT nə deyəcək. Ondan sonra da keçək kadromuzda onu alaq. Dostlar, indi 25 yaşlı qapçı soruşacağıq. Yox, mənə yazmır. Mənə 25 yaşlı aktif futbol oynayan bir futbolçu kaleci de. Görək kimi deyəcək. Sana təşəkkür edirəm. Evet. Öyle aktardı. Gianluigi Donnarumma dedi. Gianluigi Donnarumma. Yaxşı dostlar, indi keçək Gianluigi Donnarummamızı alaq. Dostlar, gəldik və Donnarummamızı 280.000 GP-yə alırıq. Və keçək kadromuza qoyaq. Buradan da çıxırıq. Oyun plan dedik. Buradan indi ən aşağıya geçib 83 Donnarummamızı kadroya qoyuruq. 86 olur. Təbii ki, bu belə qalmayacaq. Masadan qabaq yüksəldəcəm. Keçək yaş çarxımızın ikinci oyuncusuna və o ikinci oyuncu Sabek olacaq. Gəldik çarxımıza dostlar. İndi çarxımızı tez çevirdik. Görək neçə yaşında bir Sabek gələcək. 41. Yox. Ay 42'dir. 18, 19, 20 ol. 20 ol. 20 ol. 19 yaşlı. Dostlar, keçək 19 yaşlı bir Sabek oyuncusu alaq. Dostlar, baxaq görək 19 yaşlı Sabek oyuncumuz var. Sabek, hanə Sabek? Sabeklərim az deyə. 19 yaşlı. 26 yaş var Fıratcan üzümün. Nelson Semedo'nun 32 yaşı var. Arnold'un 19 yaşı yoxdur. Kunde'nin 19 yaşı yoxdur. Deməli dostlar, keçirik bir dənə 19 yaşlı Sabek soruşmağa ChatGPT-dən. Yazırıq. Mənə 19 yaşlı aktif futbol oynayan bir sağ bek de. Görək kimi deyəcək. 19 yaşlı aktif futbol oynayan bir sağ bek. Kayo da ola bilər. Fiorentina'da oynayan. Görək
Hava deyə qurtaracaq. Oha teyha yağdı. John Asenbok Chelsea'de oynuyormuş. Sağ bek, tanınmış milli oyuncu. Daha məşhur birini deyir. Avropa liqalarından yaxud tam tanınmış milli oyuncu deyir. Ver. Yazacaq nə? Yanımda da kuzenim var. Yanmış Ekran görürsün görsənmir. Taylan Bulut nə deyə? Türkiyədə oynayır bu. Neyse dostlar. Keçək ən yaxşı biz Taylan Bulut'u alaq görək nə olacaq. Dostlar yəni filtre deyirik, kulüp takımları deyirik, Avrupa deyirik. Trendyol Süper Lig deyirik, Beşiktaş deyirik, pozisyonda sağ bek eləyirik görək Taylan Bulut hanı. Taylan Bulut 69 avro, tövbə estağfurullah, 69 nədir, tərbiyəsizlər. Keçək kadromuza qoyaq. Terbiyesiz. Əxlaqsız. Neyse, gələk 69'luq sağ bekimizdə qoyaq. Yaxşı da AB yaxını qoyurlar. Puhla. Neyse dostlar, keçək görək yaş çarxımızdan hansı yaş gələcək. Gəlirik dostlar, sol 5 alacağıq gələn yaşdan. 41. Oha. 31'i de kesti. 32, 33, 34 mi? 34 yaşlı bir sağ bek almağa keçək. Çarxdım sol bek. Dostlar gəldik sağ bek oyuncumuzu almağa. Sol bek oyuncusu. Mən niyə ancaq sol bek demirəm, sağ bek deyirəm. Neyse sol bek oyuncumuzda 34 yaşlı olmalıydı. Seçiləyin də nə? 34 yaşlı olmalıydı da hə. Rob Nizet'in 23 yaşı var. Oha çok gençti. Eren'in malının 34 yaşı yoktu billik. 25 yaşı var imiş. Keşke 9 yaş böyük olsaydı. Kukureya. Kukurella'nın 27 yaşı var. Biraz da böyle de kukurela. 34 yaşlı sol bek yoktu. Keçək dostlar yenə ChatGPT-dən soruşaq. Gəldik dostlar ChatGPT-imizə. Mənə 34 yaşlı aktif futbol oynayan bir sol bekdə. Görək hansı sol beki deyəcək dostlar. 34 yaşlı bir sol bek alacağıq. Jordi Alba dedi MLS-dən. Jordi Alba. Türkiyə Süper Liqasına yox, qaqa istəmirəm. İstəmirəm yox. İstemiyorum. Dostlar keçək indi sol bekimizə Jordi Alba'mızı alaq. Gedirik Jordi Alba'mızı almağa dostlar. Sözleşmələr. Standart oyuncu. Filtreləri sıfırlayırıq. Kulüp takımları. Güney Amerika. Arjantin. Arjantin yox, Amerika. Gözlə vatandaşlıq bölge. Avropa, İspanya, hanı İspanya? İspanya yok. Kestin İspanya'nı. Pozisyon sol bek. Sıvı. Jordi Alba. Heh, Jordi Alba buradadır. Neçə milyon değeri var. Evet ne bileyim. 51 bin. Çok ucuzuymuş dostlar. Çok ucuz yani gerçekten. Keçək sol bekimizi alaq. Full yani yəqin belə kadro quracağıq. Teker kovalar, fazlaca paralar, buna mecburlar. Şarkıcılık desem var. Neyse atak bunu santrafora. Galatasaray bütün kadrosu sende var. Yoktur. Kimler yok da. O ama bak A, B, C. Neyse dostlar. Keçək stoperlərimizi alaq. 2 yaş yox. Ən birinci sıra çevirək də. Görək dostlar, stoperimiz neçə yaşlı olacaq? Gəldik dostlar, çarxımızı çevirdik. Tez hızlı. 42.
Lan. Oha, stoper bu kadar yaşlı olmasın. 39 yaşlı stoper kim var? Dostlar, keçək 39 yaşlı stoperimizi alaq. Dostlar, bu standart kartlara baxmım, onsuz da bunların heç birinin 35 yaşı yoxdur. Məncə bu Van Dijk'ın 35 yaşı olmuş ola bilər. 34. 1 yaş. Bir il sonra çəkək bu videonu. Hə. Albert Ferrer 24. Dostlar, yoxdur. ChatGPT. Yəqin Saliba'da da olmaz. Saliba 27, 25, 26 zaddır. Keçək indi ChatGPT-dən soruşaq. Mənə 39 yaşlı Yaşlı. bir Aktiv futbol. Aktiv özdə. aktiv futbol oynayan bir stoper de. Görək kimi deyəcək dostlar. Görək kimi deyəcək. De qutar. Allah'a şükür. Thiago Silva. Thiago Silva. Dostlar, yani Thiago Silva. Thiago Silva. 1984. Keçək Thiago Silvamızı alaq. Gəldik dostlar, indi gedək Silvamızı alaq. Standart oyuncu. Sıfırla. Kulüp takımları Güney Amerika, Amerika, Brezilya Ligi, Fluminense'de oynayırdı hə. Fluminense. Oha, yoxdur oyunda. Gözləyim bir dəqiqə. Güney Amerika, Brezilya Ligi, Flamingo'da oyuncusu var. Filafili. Şey var burada. Neydi onun adı? O Samuel Lino buraya gəlib, Jorginho buraya gəlib, Emerson Royal buradadır, Leo Ortiz buradadır, Bruno Henrique belə buradadır. Oy 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 oy. Gözləyim, burada Juninho buradadır, Juninho aga. Erik Pulgar əvvəl bizdə oynamışdı, Galatasarayda oynamışdı. Barella buradadır, Mateus Cunha'nın qardaşıdır, nədir bu? Juninho! Juninho buradadır. Getməmiş tez elə belə alım. Hə, dostlar, buradan elə belə Juninho'nu aldım, amma gördüyünüz kimi oyunda yoxdur. Mateus Silva nə idi? Thiago Silva. Oyunda yoxdur. Keçək təzədən çarxımız. Pardon, başqa oyuncu öyrənməsin deyək. Başqa oyuncu Öner. de, Mə. amma 39 yaşı olsun və Aktiv olsun. stoper olsun. Aktiv olsun. Aktiv olsun, özü biləcək də. Başqa oyuncu deyəm 39 yaş olsun və stoper olsun. Diego Godin, mən nə bilim ha. Vele Sars. Nə deyə bu? Diego Godin. Görək Diego Godin var oyunda. Keçək baxaq. Gəldik dostlar. Keçək standart oyuncu dedik. Filtre dedik. Sıfırla dedik. Kulüp takımlar dedik. Güney Amerika dedik. Arjantin Ligi. Arjantin neydi? Nə? Hadi Arjantin Ligi. Ha. Gözləyin, hansı klubuydu? Buradan baxın. Vélez Sarsfield. Vélez. Melez melez. Yoxdur. Keçək deyə başqa oyuncu oynarsın. Bu da yoxdur. Dostlar, dedim yenə oynar. Albiol oynardı. Keçək alaq Albiolu. Gəldik, Pisanı aratdıq. Görək kimlər var. Raul Albiol 74'dür. 40 yaşı var amma. Yaqın 39'u təzə doldurubdu ona görə. Hə, amma 40 yaş görsəsə, dostlar, bilirik ki, burada bir yaş artıq göstərdi. Yəni, məsələn, 40-ın içindədirsə 40 göstərdi də ona görə. Ona görə keçək və Albiolumuzu kadromuza qoyaq dostlar. Ayda değil.
Olur. Var mı? A, B, C. Bu da C'di. C yoktur. Dostlar, keçək o bir stopterimizə görək saç nə deyə. Saç. Yaşı neçə olacaq? Gəldik çarxımıza dostlar, çevirdik yaşımızı. 42. Oha. Ağzı xeyri aç. Ay, bu nədir bu? Ağır stoperlər gəldi. Mən bu stoperlərlə nətən müdafiə eləyəcəm? Neyse dostlar, keçək 36 yaşlı müdafiəçimizə baxaq. Dostlar, elə bizdə 35-39 yaşlı müdafiəçi yox idi. Biz burada gələk ChatGPT-dən soruşaq. Mənə 36 yaşlı bir müdafiəçi de. Mats Hummels. Roma'da oynayan. Ha, keçək alaq. Keçdik bura, buradan keçirik. Məndə Mats Hummels yoxdur da ya. Deyən like atsınlar. Like atayım. Like atmazsan seviyesi basacağım. Şöyle estağfurullah. Sıfırlar. Avrupa. İtalya Ligi. Roma gırı. Amyom gır Roma. Stoper. Mario Hermes var. Ha, ne bu? Buradan baxaq da dostlar. Bəs harda diyor? Oyundan qaldırıblar Mats Hummelsi. Bu nədir? Antonio Niklas Süle, ne bileyim ne Robin Koch. Neyse dostlar, keçək təzəsindeyiz. Başqasını de. Görək hansını deyəcək. Dostlar dislike atmağı Nacho Fernandez'e keçək alaq. Nacho Fernandez'i almağa gəlirik dostlar. Kulüp takımlar dedik. Asiya belə olanda. Suudi Arabistan budda yaqın. Yox, bu deyil, bu başqaydı. Asiya Okyanusya. Ha, bu deyil, buralardı. Al-Katsiha. Arkada fırqı nədir? Arda. Yoxdur. Yoxdur. Neyse dostlar, deyək başqasını oynasın yenə. Gəldik deyirik başqasını de. Başqasını de. Yetər. Çi bu nədir? Başqasını de. Ha, Tim Ram nədir? Charlotte nədir? Keçək alaq. Gəldik dostlar, oyunumuza kulüp dedik. Amerika Ligi dedik. Charlotte. Tim Ram'ı alırıq dostlar. Neyse, keçək orta sahamızın yaş çarxını çəkmək. Gəldik və çevirdik çarxımızı, tez oluruq.
29 yaşlar dostlar. Gələ 29 yaşlı bir orta saha, yəni defansif orta saha alaq. Görək dostlar, bizdə 29 yaşlı bir defansif orta saha, orta sahada, amma defansif orta sahada ola bilər. Görək Torreira neçədir? Torreira 29 deyil. Torreira'nı alıb biraz da baxınım. İlkay 35 falan da olmaz. Bu 25'ti Vitinha. ...24 Enzo Fernandez. Camavinga 23. Gavi 21. Torreira'nı alırıq dostlar. Full belə oldu ya. Kadro bu nədir? Böyle kadro olur dostlar. 1966 bu arada. Puh. Neyse keçək bir tane de GÖ alaq, yəni ki göbək. Aha, keçək görək neçə yaşlı olacaq. Hop, çevirdik çarxımızı. Orta sahamız neçə yaşlı olur? 24 ol. Alaq. 24 ol. 24 ol. 23'də qaldı dostlar. Keçək oyunçumuzu alaq. Görək kimi alacaq. Orada bir tane Camavinga var idi. Zor idi orada Camavinga. Ya Camavinga. Keçək ofansif orta sahamızı alaq. Görək ofansif orta sahamızın yaşı neçə olacaq. Oy, 41 yaşda ofansif orta saham yoxdur mənim. 42 yaşda dünyada ofansif orta saha yoxdur. Ona görə gəlsin bir 25 Yunus ola bilər bax. Sakin 25 ola bilər. Yunus 25. Görək başqa kimlər var? Zaniolo 25 deyil məncə. Zaniolo 26. Fermin Lopez o gəncdir, 22-23 var. 22 hə dedim də. ...26 da Mbeumo'dur. Bellingham o kadar olmaz tabii Bellingham. Bellingham ta o kadar olmaz. Yunus'umuzu alırıq. Qoyuruq ofansif orta sahamıza. Dostlar çəkək görək sağ kanat çarkımızda kim çıxacaq. Görək kim gələcək. Yaşımız neçədir? Qəşəng yaş gəlsin. 22 yaş. Görə 22 yaşda sağ açımız var. Sağ açıq. Sağ açıq lazımdır bizə. Sağ açıq. Sağ açıq 2 dənə futbolçumuz var. Sağ açıq oyuncumuz. Neçə yaş gəlmişdi? 25 gelmişti. Ben 25 yaş dedim. Hə? Ben bir yaxla neçə yaş demiştim? 39. O yox. Barış ola bilər. 25 ola bilər. 25 gelmişti deyəsən elə, hə. 25 gelmişti. Belə olur kadromuz. Keçək santrforumuzu alaq. Görək santrforumuz neçə yaşda olacaq.
19 yaşlı bir sağ neydi? Çarx deməm, mən yaxlar üzrə santrfor dedim. Sol açıq ala deyirək. Çarx santrfor dedim. Neyse, görək sol açıqlarımızdan kimlər var? 20 yaşlı, 19 yaşlı. Mən Rashforddan niyə baxıram? Rashforddan 28 yaş var. Hazard ola bilməz, 19 yaş. Sam Larsson ola bilməz. Opşim yoxdur. Amma 19 yaşa ən yaxın olanı ala bilərik. Ya da Doya ala bilərik. Keçək Doya'mızı alaq. Doya 19 yaşında yəni. Keçək Doya'mızı alaq. Standart oyuncu. Sıfırlar, kulüp takımları Avrupa. Lig 1 McDonald's, Paris Saint-Germain. Ana Doya. 20 yaş göstərir ya Doya'ya. 19 yaşı var ya Doya'nın. Doya'nın 19 yaşı var dostlar. Burada Doya 20'nin içindədir, düzdür. Amma Kenan Yıldız da ala bilərik. Kenan Yıldız alacağım elə. Doya ilə belə aldıq da yazır. İtalya Ligi. Inter, hanı Inter? Inter nədir? Qatıqladım. İtalya Ligi. Juventus. Piemonte Bını. Kenan Yıldız'ı alaq. Keçək Kenan Yıldız'ımızı ekləyək kadromuza. Və dostlar, son pozisyonumuz olan santrforumuzu da keçək. Yaş çarxımızdan baxaq görək neçə yaş gələcək. Kırk yaş. Cristiano Ronaldo. 40 yaş. Keçək dostlar, Cristiano Ronaldo'muzu alaq. Cristiano Ronaldo. Ronaldo qaqa. Cristiano Ronaldo ama dostlar biraz kadromuz pis oldu. Dostlar bu arada yedekler almadım çünkü çok uzun çəkəcəkdi video. Yedeklerden oyuncular girəcək də, yəni kulüp takımları deyirik. Asya Okyanusya deyirik. Elit deyirik, nə deyirik, nə bilim ondan deyirik. Yox, səhv olur. Asya Okyanusya deyirik. Təzədən Butvo deyirik. Al Nassr deyirik. Cristiano Ronaldo'muz gəlsin. 40 yaşlı oyuncudan. Bu arada Tunar dostlar videodan da bak demişti Ronaldo gelse Allah'tan. Öyle demişti. Yadında da Tunar. Videodan qabaq demiştin ki Ronaldo gelse ne niyesin? Ronaldo geldiğinde. Dostlar indi Ronaldo santrforda. Dostlar indi bəzi oyuncularımızı yüksəldək. Hara girdi? Seviyorum seni bana. Az da olsa. 93 oldu Barış. Rahatımızı yüksəldək, damarımı yüksəldək. Hala bir yolun bir yaş var. Yüksəldək var, sürət olsun. Kenan Yıldız'ı yüksəldək. Ay. Belə eləyək. Qalanlar Ronaldo'ya basaq. Fırsatçı qaldı, ancaq fırsatdan atar. Önünə düşən topdan zaten. Ronaldo'da neçə oldu? Ronaldo dostlar 90 oldu. Aha dostlar indi 3008 oldu kadromuz. Keçək maçımıza. Görək kim gələcək. Və dostlar rəqibimiz Galatasaray olur 3033. Biz də 3008'lik. Bu arada dostlar Azərbaycan seçdim, dəyişdirdim takımı. Azərbaycan elədim. Əvvəl birisi ki Milan idi. Görək. Burak Yılmaz alıb. Pulludur qaqaş. Ama teknik direktörde olsa qaşay 3100'ü falan görər yəqin ki. 3100 yox ama 3090 falan görər. 3080, 3070, 3090 belə olar. Nəsə tutsa görə indi maçımızda cəzalıdır bu arada. Cəzalı maçdır. Kadrodan hər hangi
bir oyunçunu 5 maç boyunca oynatmayacağım. Ya da cezamız belə olsun. Cezamız belə olsun ki, sağ bekimi silim. Hə, cezamız belədir dostlar. Sağ bekimi siləcəm, udussam. Udussam sağ bekimi silinir. Sağ bek almaq zorunda qalıram. Sağ bek nə bilim elə kasıb sağ bek almaq zorunda qalıram. Məsələn, paketdən mənə qapçı lazımdır. O Oliver Kahn falan olan paketdən. Məsələn, oradan Zanetti almaq zorunda qalaram. Udussam ama. Hop, Timreyam. Baba. 30'luk baba. 34'lük baba. Ne bileyim ne. Ver lan şu topu. Kenan Yıldız. Ronaldo. Ronaldo. Ronaldo neye vuramadın Ronaldo? Burak Yılmaz. Burak Kral Albiol aldı. 40'lık kral. Lucas Torreira aradan bıraktı. Kenan Yıldız'a kesmedi. Kenan Yıldız. Kastı. Kastırmadı gaga. Taylan Bulut. Bernardo Silva'nın arkasından gelir. Yunus Akgün ve aldık topu. İndi Torreira bıraktı Barış'a. Barış al topu. Barış. Gönderdi ileriye. Yine topu karşıladılar. Hop. Oy. Barış indirdi oğlum. Barış sen hiç olmadı. Sağ kanada esasen işlədirəm. Gözləyin dostlar. Buradan. Yox, ayarlardan. Sabit yox. Hareket. Elə olanda oynayamıram. Yunus aradan bıraktı. Barış'a keçmədi. Daha pas ata bilmirik hələ. Buna nətər gol vuracağıq biz. Pas ata bilməyən takım nətər gol vursun. Barış keçdi. Barış ver tay Barış. Axırda Barış'a pas verməyəcəm. Arnold'un pası. Donnarumma gönderdi. Barış indirdi. Taylan Bulut verdi. Raul Albiol yeniden Taylan Bulut'a. Taylan Bulut'tan Barış Alper Yılmaz. Barış Alper Yılmaz'dan Yunus Akgün. Harika geldik. Azerbaycan gelir. Ronaldo! Cristiano Ronaldo! 1-0 olur. Azerbaycan öne geçir. Cristiano Ronaldo takımı öne çekti. Öne çekmemeliydin. Kimler oynayacak? Heç kimdən. Eşleşmeden gelip Kenan Yıldız hop dedik çektik. Hop dedik. Faulümü ver. Vermedi ama işte olmaz. Jordi Alba bıraktı Kenan Yıldız'dan. Kamavinga. Test sattı ona Kamavinga. Gözletmedi topu Kamavinga. Albiol indir. Jordi Alba indir. Johan Cruyff. Orkun Köktü. Johan Cruyff'a doğru. Johan Cruyff. Ve 1-1. Skor 1-1 oldu dostlar. Müdafiəmiz çox boşluq verir və müdafiəyə çox yaşlıların gəlməsi çox pis oldu. Çoxu yəni sürətləri yoxdur ona görə yaşlıdılar deyə sürətləri yoxdur. Hop dedi Yunus çəkdi. Hadi kasma. Oldu. Ronaldo. Çok kasır. Bu ne pastayı çekmiyor. İlk ise dostlar 1-1 bitir. İkinci sıra direkte işleyebiliriz. 21. Hazır Vedat Ay. Gözde Torreira derin çizgi.
Bu niye yanmıyor? Kenan Yıldız. Eduardo Camavinga bıraktı. Cristiano Ronaldo. Cristiano Ronaldo'ya gelmedi. Cristiano. Torreira, derin çizgi Torreira. Hop Yunus. Yunus'tan Kenan Yıldız. Kenan Yıldız. Kenan Yıldız aldı. Kenan Yıldız gelir. Kenan Yıldız kaldırdı. Silvestre yok. Yunus verdi pasını. Yunus tekrar aldı. Yunus vurabilmedi. Real Albiol. Tay top da getmir səndə qaqa. Sərvəl Real Madriddən ötər oynamısa. Tim Reandrey. Qaşaysan Barış qaç. Çox ayağımdan açdım. Kasma da, kasma. Gol! Eduardo Camavinga kasa. Oyun kasa. Eduardo Camavinga. Çıx hə. Çıxsana. Zəif kadroda olsa yenə udaram. Qarabağ editsə 5 dənəsini vurmuş adamam. Ağlıysan. Ay, Santrfora'dan azad çəkdi. Ofansif ortasa Cruyff nədir? 97 Oşea nədir? Ay dedə, bu nədir? Zəif deyim, mən bununla niyə oynayıram? Ürək ulan. Bunun kadrosu. Adamla dalga keçirəm şu an. Ay dedə, Messi 101 Messi'ni 98 diliyib ya. Euro. Bot Taybaş'tı. Barış'tı. Icardi. Aga be. Icardi diyorum. Real Albiol'dan neçəsə yaş var. Kenan Yıldız'dı. Ronaldo'du. Kenan Yıldız. Görüm onun sürət neçədir. Boşluq kollayır. Özdə CF eləyə bilərəm. Dalan şut. Yerin ortası var. Süper yedeği var. Kenan'ın. Sürəti neçədir Kenan'ın? 82-87. CF eləyim boşluq kollasın. Gizli forvet. Qəşəng. Görək dostlar. Aləmə başla. Başla oynamaya. Hem de çabuk başla. Bebe. Məndən yarışla. Burak Yılmaz ver o topu. Kenan Yıldız qaqa qaçda boşluq kolluysan özündə. Oy qapçı. John Oshie yine kaptı. Donnarumma. Şut yine kaptı. Donnarumma neyini sen gaga? Yunus itirmeseydi onun topu 3-1 olacaktı. Kaptı. Hop aldım. Gönderdim Barış'a doğru. Barış yerde kaldı Barış. John Oshie. Vinicius Junior. Vinicius Junior Oy Vinicius Junior dışarıya. Vinicius Junior Galatasaray'da. Tez gönder. Hop. Kenan Yıldız da oyun kasmasın da bir dəfədə. Oy Donnarumma. Cadıya bak ya Donnarumma. Her Donnarumma seni Donnarumma. Zor kaptıdır. Barış'a doğru gönderdik. Barış bak sağa göre olsa. Kaylan Bulut. Barış Alper Yılmaz yine alamadı. Barış aldı. Barış gördü Cristiano Ronaldo'nu. Cristiano Ronaldo. Kollarımızın birinde Cristiano Ronaldo, birinde Camavinga atıp Eduardo Camavinga önümüze niye düşmedi o top? Gönder.
Haydi Cristiano Ronaldo. 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 Hocam bitir. Hocam bitir. Hocam bitir. Hocam bitir. Həmiz klasmana çıxırıq. Həm də bizdən güclü oduruq və zəif oyuncularla, 70'lik, 80'lik, 90'lık oyuncularla 2 qapıya gedən şutumuz var. 2 qapıya gedən şutumuz var. 2 də gol. Amma yenə də yaxşı oynatdıq. 51'ə 49 göstərir. Sağ bekimizi silməkdən qurtulduq. Üst klasmana yüksəldik. Hələ bir də 5-ci klasman oluruq. Dostlar, mən 4-cü klasman idim. Oradan uduza düşdüm də. Uduza. Bir oyun utsam 3-cü klasmana çıxıb dünya sıralamasına girəcəkdim. Bərabərə qaldım. Oradan 4-cü klasman. Oradan 5, oradan da 6'ya qədər düşdüm. Neyse, videomuz böyləydi. 41 dəqiqəlik video olub. Sağ olun, salamat qalın.